Herkese salam. Bugün benim sevimli şagirdlərimdən olan Natiq bizim üçün mürəkkəb cümlə bölməsindən çox maraqlı suallardan birinin izahını verəcək. Qeyd edim ki, Natiq 9-cu sinifdir, bölməni yeni öyrənib. Mən inanıram ki, o gözəl izah edəcək. Buyur Natiq. Burada elevin yanında bizdən doğru fikir istəyir. Birinci cümlədə döydü yağış məni, döydü qar məni. Bu tabisin mürəkkəb cümlədir. İkiyə baxaq, 4 ay vardı. Ananın gözləri yol çəkir. Bura 2 atladığımıza görə bu tabirli mürəkkəb cümlə olur. Birə baxaq, bərabərlikli cümlədən ibarətdir. Bu düzdür, tabisi otomatik düzdür. Bunu götürürük. Aferin. 2-də mürəkkəb cümlədir. Bu ortada olduğu üçün burada olmalıydı. 3-də hər iki qrammatik əsası var. Bu da düzdür. 2-də mürəkkəb cümlə olduğuna görə düz götürürük. 4-də isə cümlə arasında asılıq yoxdur. Tabirli mürəkkəb cümlədə asılıq var. Ona görə bir yanlışdır. 5-də isə imtahan sən köməklə bağlamışdır. Bu ortaqda olmalıdır. Ona görə bunu götürürük. Cavabımız olur 1. Aferin Natiq, doğrudur. Çox sağ ol. Təşəkkür edirik izahına görə.